Hər birinizə salamlar. Bugün çoxdan da danışmaq istədiyim bir mövzu haqqında video çəkirəm. Bunu siz mənə də yazmışdınız. Anketlərdə də ən çox seçilən mövzu bu olmuşdu. Ona görə də bu mövzu haqqında, yəni hər zaman olduğu kimi klassikadan uzaq bir şəkildə həm danışaq, həm də bu mövzunun üstündən necə keçmək olar, bu mövzunun üstündən necə qalib gəlmək olar, onların hər birinə qısa bir şəkildə baxaq. Ümumiyyətcə bir şeyi nəzərə almanızı istəyirəm ki, mən bəzi videolarda görürəm. Ümidini itirmisənsə, özünü artıq sevmirsənsə, özünə təlqinlər elə, olumlama cümlələr denən ki, mən bacaracağam, mən eləyəcəm və sair və sair. Yavaş-yavaş deyir, görərsən ki, artıq sənin ümidin düzəlməyə başlayır. Həyatda o zövq nöqtəsi dediyimiz yerə çatmağa başlayırsan. Kaş hər şey bu qədər asan və sözlərlə deyilə biləcək qədər sadə olsaydı. Amma işin bir tərəfi var ki, hər nə qədər bunların həyatımızda kiçik də olsa rolu olsa da, məsələn, beynimiz artıq ağzımızdan çıxan sözlərə uyğun olaraq bir müddət sonra proqramlanmağa başlayır. Bu düzdür, burada heç bir məsələ yoxdur. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bunu mən hər zaman misal çəkəndə də deyirəm. Sizin elədiyiniz bu üzdən çalışmalar bilirsiniz nəyə bənzəyir? Sanki bir ev var, bünövrəsi çox yaxşı deyil. Hər an təbiət hadisəsində və yaxud da nəsə gəlsə başına uçub gedə bilər. Və o bünövrəsi zəif olan binanın üstünü bəzəməyə başlayırsınız. Bu ona oxşuyur eynən ki, mən əsas nöqtəni tamamlamamışam, amma üstümü bəzəyirəm ki, eybi yox. Ən azından baxanda içimə bir sərinlik gəlsin, özümü yaxşı hiss eləyim. Və ilk növbədə hər şeydən öncə siz nəyin üstəsindən gəlmək istəyirsinizsə, fərqi yoxdur bu nədir. Hər zaman onu tanımalısınız. Bu hiss nədir? Bu hiss hardan gəlir? Bu hissin mənbəyi nə ola bilər? Mən bunun üstünə necə gedə bilərəm? Bunlar haqqında, o hiss haqqında ətraflı bir məlumatınız olmalıdır. Çünki siz haqqında bilmədiyiniz bir şeyin üstəsindən də gələ bilməzsiniz. Ona qalib gələ bilməzsiniz. Bu qaranlıqda sizi izləyən bir düşməni məğlub etməyə çalışmaq kimi bir şeydir. Mən onu görmürəm, haqqında məlumatım yoxdur, amma onu məğlub etməyə çalışıram. Eynən duyğular da belədir. İçinizdə saxladığınız mənfi hisslər də, o kök salmış hisslər də belədir ki, onu tanımırsınız, haqqında məlumatınız yoxdur, amma üstünə getməyə çalışırsınız. İndi ümidsizlik dedikdə nə bizim ağlımıza gəlir ilk növbədə onu deyim. Ümid anlayışını beynimiz hər zaman filtrləmə nəticəsində əldə eləyir. Məsələn, siz keçmişdə bir hadisə yaşayırsınız. Tutalım ki, 2 dəfə imtahan vermisiniz, mən özüm və istədiyiniz yerə qəbul olmadınız. Tutalım ki, getdiniz başqa bir universitetə qəbul oldunuz və xəyallarınız bir anlıq gözünüzdə puç oldu. Burada 2 tip insan yaranmağa başlayır artıq. Bir o yıxıldığı yerdən durmaq üçün motivasiyası olanlar, həyata hər zaman o türklər demiş, gözü kara şəkildə baxanlar. Biri də var ki, o ümidsizliklə artıq həyatını tamamilə puç eləyənlər, mən bir də heç nə bacarmayacağam, heç bir şey əldə etməyəcəm deyib olduğu yerdə qalanlardır. Mən öz hekayəmdə də bunu yaşamışam. İstəmədiyim bir universitetə qəbul olmuşam. Orada bir müddət oxuduqdan sonra artıq dedim ki, belə olmaz. Mən ola bilər ki, istədiyim yerə daxil olmadım, istədiyim qədər bal yığmadım və istədiyim yerdə özümü görə bilmirəm hal-hazırda. Amma bu o demək deyil ki, ömrümün sonuna qədər mən burada qalacağam. Və bu məsələni valideynlərimə danışdıqdan sonra təbii ki, onlar da çox təşəkkür eləyirəm ki, məni bu sahədə dəstəklədilər. Dedim ki, mən artıq burdan qalxacağam və o istədiyim ixtisasın arxasınca, istədiyim universitetin arxasınca gedəcəm. Və bu ümidsizliyi artıq arxama aldım. Hər nə qədər bu yolda mənə ümidsizlik hissini ötürmək istəyən insanlar olsa da qəbul ola bilməyəcəksən, əziyyət çəkmə, yaşlıların artıq universiteti bitirəndə sən hələ də oxuyacaqsan kimi sözlər deyərək həvəsdən salmağa başlayırdılar. Mən həyatda bu sahədə çox şanslıyam ki, heç zaman ümidimi itirmirəm. Heç zaman yıxıldığım yerdə qalmıram. Hər zaman oradan durmaq üçün özümdə güc tapıram. Yəqin ki, bu da mənim doğuşdan gələn istedadımdır və bundan istifadə eləyərək bu da təbii ki, zamanla olubdur. Mən həyatımda ola bilər ki, bir çox nöqtədə yıxılmışam və orada qalmaq mənim üçün daha komfortlu görünüb. Amma hər şeyə rəğmən yavaş-yavaş praktika eləyərək bunun üçün də demişəm ki, yox, oturduğun yerdə, yıxıldığın yerdə qalmaq yalnızca həyatda heç nə istəməyən insanın işidir. Amma sən belə deyilsən. Sənin həyatda bir istəyin var, bir məqsədin var və onun arxasınca gedib hər zaman buna nail olacaqsan. Və təbii ki, hazırlaşandan sonra onun üstəsindən gəldim. Artıq istədiyim ixtisas, istədiyim universitetdəyərkən istədiyim peşəyə də sahib oldum. İndi sözü nəyə gətirirəm? Ümidsizlik hissini beyin artıq filtrləyir bir neçə yaşadığı şeydən sonra və deyir ki, biz bu sahədə bir dəfə yıxılmışıq.
və daxili olaraq zədələnmə yaşamışıq. Bu o deməkdir ki, bu hadisəyə qarşı bir də yanaşsaq, bir də orada eyni hissləri keçirə bilərik və biz də hər zaman videolarda nə deyirik? Beynin əsas məqsədi nədir? Həyatda qalmaq, həyatda daha komfortlu yaşamaq, ölümə yaxın durmadan yaşamaq və beyniniz də elə zənn eləyir ki, artıq yaşanıla biləcək hər mənfi hiss sizi ölümlə üzləşdirə bilər. Ona görə də maksimum dərəcədə qaçmağa çalışır artıq. O seçici diqqətinizi uğur qazana biləcəyiniz şeylərin üstündən çəkməyə başlayır. Eynən travmatik hadisələrdə də belədir. Beyin artıq bir dəfə çox ağır şəkildə zədələnir, duyğusal olaraq artıq yıpranma keçirir və deyir ki, biz bir də yenisini yaşamayacağıq və diqqəti avtomatik olaraq siz fərqində olmadan çəkir oradan, başqa sahələrə yönəldir ki, ora bir də baxmayaq, orada mənfi bizi zədələyə biləcək nəsə var və ümidsizlik bu şəkildə formalaşmağa başlayır. Yəni daxili olaraq heç zaman insanda doğuşdan ümidsizlik olmur. Bir insan doğularkən, hə, heç nəyə ümidim yoxdur deyə doğulmur. Bu sonradan qazanılmış bir şeydir və gözəl xəbəri odur ki, bu sonradan qazanıla bilirsə, demək ümidli olmaq, həyata qarşı daha da ümidli baxmaq da eyni şəkildə sonradan qazanıla bilir. Digər Digər bir tərəfdənsə məsələyə baxdıqda, mənim ən çox sevdiyim nöqtə burasıdır ki, insan ümidli olmaq üçün çabalamır. İnsan ümidli olmaq üçün sadəcə geriyə baxır. Məsələn, siz hardasa hər kəs həyatında bir şey də olsun bacarıb. Bir kitabı oxuyub bitirmək belə bir şeyi bacarmaqdır. Yəni heç bir uğurunuzu kiçiltməyin ki, hə, burda nə var ki? Hər zaman ümidli olmaq istəyirsinizsə, ay mən özümü sevim, özümü qucaqlayım, nə bilim neyniyim, insanlar videolarda deyirlər, çox görürəm bunlar. Digər tərəfdən də sevdiyim bir məsələ var ki, insan ümidli olmağı belə çox sərt cəhdlərlə də öyrənmir. Onun zaten bir dənə etməsi gərəkən bir şey var ki, keçmişə baxsın. Necə ki, beyin keçmişə baxaraq filtrləmə eləyir və ümidsiz olmağı öyrənir, eyni şəkildə keçmişə baxaraq da ümidli olmağı öyrənə bilər. Məsələn, bir kitab oxumaq, onu bitirmək bir insan üçün uğurdur. Bir filmə baxmaq, onu bitirmək bir insan üçün uğurdur. Bəzən eşidirəm insanlar çox kiçik şeylərə qarşı deyirlər ki, burda nə var ki? Mən özüm də əvvəl belə olmuşam. Yaşadığım hər kiçik uğurda, yaşadığım hər zəfərdə demişəm ki, okey, burda nə var ki? Amma sonradan anlamışam ki, axı bunu mən eləmişəm. O orada durmuşdu. Bu edilməyə də bilərdi. Onu heç bir şəkildə görməyə də bilərdim. Amma onu gördüm və onu elədim. Yəni bu mənim uğurumdur. Bunu mən etdim çünki. Mənim əlimlə, mənim gözümlə, mənim qulağımla, hər necəsə bir şəkildə mənim sayəmdə artıq o bitdi. Və belə-belə siz keçmiş uğurlarınıza baxdıqda, xüsusən də sonda bir praktika deyəcəm, o sizə çox kömək eləyəcək. Artıq beyninizin həmin o filtrləmə qabiliyyəti yenidən sanki dəyişməyə başlayır. Necə ki, beyin uğursuzluğa fokuslu olmuşdu, ümidsizliyə fokuslu olmuşdu. İndi onu çevirirsiniz. Praktika ilə təbii ki, bu. Hə, bir gün oturdum dedim ki, mən uğurluyam. Yox, belə şey olmur. Beyninizi ən az 21 gün o sinaptik yollar, neyrotik yollar birləşənə qədər, orada əlaqə çox güclü olana qədər bunları özünüzə təlqin etməlisiniz. Məsələn, uğurlarınıza baxırsınız. Keçmişdə bunu elədim, onu elədim, indi də buna yetəcək gücüm var və onun öhdəsindən deməli gələ bilərəm. Bu şeyləri özünüzə xatırladırsınız. Artıq bir nöqtədən sonra yenə bayaq dediyim kimi filtr mərkəzinizi düzəldirsiniz. Çox gözəl bir şəkildə baş verir və həyata baxış tərziniz bilirsiniz necə? 180 dərəcə dəyişməyə başlayır. Artıq siz tamamilə fərqli bir baxış tərzində, baxış bucağında olursunuz ki, mən deməli ümidli ola bilərəm, həyata qarşı daha rahat gözlərlə baxa bilərəm. Bir digər tərəfdən də işin ən vacib nöqtələrindən biri də odur ki, yaşadığınız hadisələri kənardan baxmağı bacarın. Bunu mən sessiyalarımda da deyirəm, bunu mən özümə də deyirəm güzgünün qarşısında. Yaşadığın hadisəyə kənardan baxmağı bacar, afərin. Çünki insan beyni bəzən xəyali olaraq realda olandan daha çox acı yaşaya bilir. Siz bəzən kiçik bir şeyin acısını çəkərkən onu çox böyüdürsünüz və anlamırsınız ki, əslində burada hal-hazırda xəyal gücünüz vasitəsilə o duyğunu böyüdürsünüz və buna kənardan baxdığınız zaman əslində o duyğunun sizdə yaradacağı o duyğusal ağırlığında o qədər çox olmadığını görməyə başlayırsınız və ümidsiz ola biləcəyiniz nöqtələrdən, məsələn, insanların bəzən münasibət qurmağa artıq ümidi qalmır.
artıq bəzən imtahan vermək, məsələn, akademik bir uğur qazanmaq, bunlar üçün onların ümidi qalmır. Niyə? Çünki yaşadığı hadisənin içinə qərq olubdu artıq. Orda bilirsiniz necə? Özünə yer tapıbdı. Artıq çıxması, kənardan baxması çətinləşməyə başlayır. Amma özünüzü burda qoyub, bu nöqtədən bura baxsanız, görəcəksiniz ki, əslində o qədər də böyüdüləcək bir şey deyil. Məsələn, dostunuz deyək, yaxınınız deyək, imtahan verir və ora qəbul olmur istədiyi yerə. Siz də onu çox sevirsiniz. Onun üzülməsini, özünü bu qədər dəyərsizləşdirməsini istəmirsiniz normal olaraq. Ona nə deyirsiniz? Eybi yox, bir də sınayarsan, bir də üstünə gedərsən və nəticən çox gözəl olar deyərsiniz çox böyük ehtimalla. Eynisini özünüzə də qarşı eləyin. Burdasınızsa, kənardan özünüzə bir dost gözü ilə baxın. Afərin, sən burada uğursuzluq qazandın. Okay. Bu biraz acıverici haldır. Hər şey istədiyin kimi getmədi. Amma bir də baxaq ki, eyni şans dəyərləndirə bilərik. Eyni şansın üstünə gedə bilərik. Çünki həyatda ölmədiyimiz müddətcə hələ də şans var. Ölmədiyimiz müddətcə hələ də hərəkət var. Hər gününüzə baxın və çox şükür eləyin ki, bu gün oyanmışam, hərəkət eləyə bilirəm, yataqda deyiləm, xəstə deyiləm, üstəsinə gedə bilməyəcəyim bir şey yoxdur, əlim ayağım sağdır. Yəni öz olduğunuz statusa uyğun, öz olduğunuz mental duruma uyğun şans görün gözünüzdə. Məsələn, ola bilər ki, bəzi insanlar xəstədir. İndi biz bu sağlam tərəfdən buna nümunə verdik. Siz də buna deyə bilərsiniz ki, məsələn, hələ də nəfəs almağı bacarıram, hələ də həyata qarşı açıq gözlərlə baxa bilirəm, hələ də düşünə bilirəm, ağlımı itirməmişəm. Bu videoya baxıramsa, demək hələ də zehnim məni inkişaf etdirmək üçün çalışır. Bundan gözəl nə ola bilər ki, insan şansı olduğu müddətcə hərəkət edirsə, bundan gözəl heç bir şey ola bilməz. Biri var, heç bir şansınız olmasın hərəkət etmək üçün. Amma bir də var ki, bunun üçün nəsə eləyirsiniz. Bunlara mütləq və mütləq nəzər salın. O zaman görəcəksiniz ki, tamamilə düşüncə tərzinizdə dəyişikliklər yaranmağa başlayır. Və gələk işin ən əsas məqamına, mənim ən çox sevdiyim bir praktika var. Bunu özüm də eləmişəm. Mən bunları 14-15 yaşımda da eləyirdim. Sonradan 2 ildən, 3 ildən bir təzədən bir də etməyə başladım. Çünki faydasını çox görmüşdüm. Bunu bir mentordan öyrənmişdim. Hal-hazırda adını xatırlamıram. Tapsam yəqin ki, buraları bir yerlərə qoyaram. Deməli, 90 gün müddətinə, xüsusilə 90 gün olmağı çox vacibdir, yəni 3 ay müddətinə özünüzə bir dəftər alırsınız və bu dəftəri aldıqdan sonra hər gün orada 3 punkt yazırsınız və başlığı da bu şəkildə olur. Dünən etdiyim ən yaxşı 3 şey. Bu hər şey ola bilər. Baxın, dünən getdim evə çörək aldım, məsələn deyirəm, atıram. Dünən 10 səhifə kitab oxudum və yaxud da oyandım, saçımı başıma qulluq elədim, rutin elədim, üzümə qulluq elədim və s. və s. Yəni ağlınıza gələ biləcək ən xırda şeylər belə sizin uğurunuz sayılır. Dərslərimi çalışdım, akademik karyerim üçün nəsə etdim. Bunların hər birini 90 gün müddətinə yazırsınız və hətta mən deyərdim ki, 30-cu, 35-ci gündən sonra belə bir belə fərqlilik yaranmağa başlayacaq. Daha ümidli, daha özgüvənli olacaqsınız ki, bunları mən eləmişəm. Okay, bunları mən eləmişəmsə, demək daha artığını eləyə bilərəm və daha artığını etmək mənim əlimdədir. Və inanın mənə, 100% qarantiya verirəm. Normalda 100% qarantiya vermək heç mənlik bir şey deyil. Amma çox gözəl təsir eləyir. Hələ də, xüsusən də barmaqların beyinlə əlaqəli olduğu halda siz bu tapşırığı elədiyiniz üçün mükəmməl bir şəkildə özünüzə qarşı olan inancınız dəyişməyə başlayır. Və bundan əlavə də aşağıya kiçik elmi məqalələr yerləşdirəcəm bu mövzu ilə əlaqəli. Sizin üçün də maraqlı olsa, bu mövzunun daha da dərinliyinə gedərsiniz və özünüz üçün nələrsə daha dərin bir şəkildə məlumat taparsınız. Ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Əlavə video fikirləriniz olsa mütləq rəylərdə bildirin və fikirlərinizi mənimlə bölüşməkdən çəkinməyin. Həmçinin videonu da bəyəndinizsə bəyənməyi və kanala abunə olmağı unutmayın ki, bütün videolardan ilk sizin xəbəriniz olsun. Hər birinizə uğurlar.